Hər gün əlimizdə tutduğumuz o cihazların içində heç ağlımıza gəlməyən, amma bütün texnologiyanı işlədən gizli bir dünya var. Gəlin bu gün o dünyanın əsas qəhrəmanlarından biri olan dielektriklərlə tanış olaq. Heç fikirləşmisiniz, telefonunuzun içindəki o qədər elektrik cəryanı necə olur ki, bir-birinə qarışıb xaosa səbəb olmur? Yəni, hər şeyin qısa qapanma vermədən işləməsini təmin edən nədir? Bütün bu sualın cavabı əslində çox sadə bir materialda gizlənib. Yaxşı, bugün nələrdən danışacağıq? Gəlin sürətli bir şəkildə nəzər salaq. Əvvəlcə, izolyator və keçiricinin nə olduğunu yadımıza salacağıq. Sonra, dielektrikin əsl fərqini, onun o məşhur polarizasiya gücünü aydınlaşdıracağıq, hətta super güclü materiallarla tanış olub, sonda bütün bunların gündəlik həyatımız üçün nə demək olduğunu anlayacağıq. Hekayəmizə gəlin, elektrik dünyasının iki əsas qəhrəmanını, daha doğrusu iki fərqli xarakterini tanımaqla başlayaq. Keçiricilər və izolyatorlar. Baxın, keçiricilər, məsələn, misməftillər, elektronlar üçün geniş sürətli bir magistral yol kimidir. Cərəyan oradan rahatca axıb gedir. İzolyatorlar isə, deyək ki, rezin örtüyü, bu yolun qabağına çəkilmiş möhkəm bir divardır. Axını tamamilə bloklayır. Hər şey aydındır, elə deyilmi? Yaxşı, bəs dielektrik bu mənzərənin tam olaraq arasındadır. Deməli, çox vaxt insanlar elə bilir ki, dielektrik elə izolyator deməkdir. Amma yox, bu tam olaraq elə deyil. Məsələ ondadır ki, hər dielektrik əslində bir izolyatordur, amma hər izolyator dielektrikin bacardığını bacarmır. Həqiqi fərq çox daha dərində, lap atomların içində gizlənib. Bütün bu fərqliliyin kökündə fizikada çox vacib bir anlayış dayanır. Enerji zolağı boşluğu. Bu biraz texniki səslənə bilər, amma əslində bir materialın keçirici yoxsa izolyator olduğunu müəyyən edən əsas qaydadır. Gəlin birbaşa sxema baxaq, daha aydın olacaq. Baxın, keçiricilərdə enerji zolaqları bir-birinə bitişikdir. Elektronlar istədikləri kimi sərbəst hərəkət edir. Yarım keçiricilərdə arada balaca bir boşluq var. Elektronlar biraz enerji alsalar, o boşluqdan tullana bilərlər. Amma dielektriklərə baxın, aradakı o qadağan olunmuş zona o qədər böyükdür ki, elektronların oradan keçməyə heç bir şansı yoxdur. Onlar öz atomlarına sanki zəncirləniblər. Məhz buna görə də dielektriklər cəryanı bu qədər yaxşı bloklayır, yəni əla izolyatordular. Yaxşı, deməli, gəldik rəsmi tərifə. Bu termini ilk dəfə dahi Michael Faraday işlədib. Dielektrik sadəcə cəryanın qabağını kəsən cansız bir maneə deyil. Yox, onun əsl super gücü elektrik sahəsinin təsirinə məruz qalanda göstərdiyi o aktiv reaksiyadır və bu reaksiyanın adı polarizasiyadır. Hə, gəldik məsələnin ən maraqlı yerinə. Yaxşı, nədir axı bu polarizasiya? Dielektrika adi izolyatordan fərqləndirən o gizli silah nədir? Gəlin belə təsəvvür edək. Bir dielektriki elektrik sahəsinə qoyanda, içindəki elektronlar qopub axmağa başlamır, yəni cərəyan yaratmır. Bunun əvəzinə çox maraqlı bir şey baş verir. Onlar öz atomlarının içindəcə biraz yerlərini dəyişirlər. Elə bil, atomun müsbət və mənfi yükləri bir-birindən yüngülcə aralanır. Baxın, bu şəkil hər şeyi izah edir. Solda elektrik sahəsi yoxdur. Atomların içindəki o kiçik yüklər, yəni dipollar, hərəsi bir tərəfə baxır. Tam bir pərakəndəlikdir. İndi isə sağdakı şəklə diqqət edin. Elektrik sahəsini tətbiq edən kimi sanki komanda verilir və hamısı birdən səliqə ilə eyni istiqamətə düzülür. Bax, məhz bu prosesə polarizasiya deyilir. Yaxşı, bəs bu düzülməyin nə faydası var? Bütün bu səliqəli dipollar birləşib, onlara təsir edən xarici elektrik sahəsinə qarşı öz daxili sahələrini yaradırlar. Nəticədə materialın içindəki ümumi elektrik sahəsi zəifləyir. Başqa sözlə desək, dielektrik bir növ elektrik amortizatoru rolunu oynayır, zərbəni udur. Əlbəttə ki, elm adamları bu amortizator effektini rəqəmlərlə ifadə etməyi sevirlər. Bunun üçün istifadə etdikləri ölçü vahidi dielektrik nüfuzluluğu adlanır. Çox sadədir. Bu rəqəm nə qədər böyükdürsə, deməli material elektrik sahəsini bir o qədər güclü zəiflədə bilir. İndi isə gəlin bu rəqəmlərin nə qədər fərqli ola biləcəyinə baxaq. Bu həqiqətən heyrətamizdir. Baxın, vakuumun dəyəri cəmi 1-dir. Teflonunki 2-dən biraz çox. Su, maraqlıdır ki, 81'dir. Amma indi baryum titanata baxın, rəqəm 10.000'dir. Fərqi təsəvvür edirsiniz?
Bu, bəzi materialların elektrik sahələrinə nəzarətdə saxlamaq üçün nə qədər inanılmaz bir gücə sahib olduğunu göstərir. Amma gözləyin, hekayəmiz burada bitmir. Elə dielektriklər var ki, onlar sadəcə elektrik sahəsini zəiflətməklə kifayətlənmirlər. Onların sözün əsl mənasında super gücləri var. Elm adamları onlara aktiv dielektriklər deyir. Gəlin bu super qəhrəmanlar komandası ilə tanış olaq. Birincisi, piezoelektriklər. Bunları sıxanda və ya dartanda elektrik yaradırlar. Məsələn, o çıqqıltılı qaz alışqanlarının içindəki qığılcımı məhz onlar yaradır. Sonra gəlir piroelektriklər. Bunlarda istilik dəyişikliyinə reaksiya verib gərginlik yaradırlar. Bir çox hərəkət senzorları məhz bu prinsiplə işləyir. Və nəhayət, seqnetoelektriklər. Bunların super gücü isə yaddaşdır. Onlar polarizasiya vəziyyətini yadda saxlaya bilirlər, bu da onları gələcəyin yaddaş texnologiyaları üçün əvəz olunmaz edir. Yaxşı, bütün bu elmi terminlər, super güclər gündəlik həyatda bizim nəyimizə lazımdır? Bütün bunların bizə nə aidiyyatı var? Cavab çox sadədir. Onlar hər yerdədir. Həqiqətən də baxdığımız hər yerdə. Kompüterinizin içində enerjini depolayan o balaca kondensatorlar var ha, bax onların içində. Telefonunuzun Wi-Fi siqnalını tutmasını təmin edən hissələrdə, mikrofonunuzun səsinizi elektrik siqnalını çevirməsində. Qısacası, dielektriklər müasir texnologiyanın pərdə arxasında işləyən səssiz qəhrəmanlarıdır. Beləliklə, biz qalın fizika kitablarındakı nəzəriyyələrdən başlayıb, gəlib cibimizdəki smartfona çıxdıq. Bütün bu səyahətdən çıxan nəticə budur ki, bu zahirən sadə, amma əslində çox güclü materiallar olmasaydı, bizim bugünkü rəqəmsal dünyamız sadəcə olaraq mümkün olmazdı. Və bütün bunlar bizi birbaşa gələcəyə yönələn bir sualla baş-başa qoyur. Cihazlarımız getdikcə kiçilir, sürətlənir və daha çox qızır. Bu o deməkdir ki, bizim yeni növ dielektriklərə ehtiyacımız olacaq. Bəs görəsən, bizə lazım olacaq növbəti nəsil dielektrik super qəhrəmanları hansı yeni, ağlasığmaz qabiliyyətlərə malik olmalıdır? Bax bu, bugünün mühəndislərinin və alimlərinin cavabını axtardığı $1 milyon sualdır.